Ağdaş rayonunda qaynata gəlininə xəsarət yetirib, hadisə bu ilin aprelin 25-də rayonun kəndlərindən birində baş verib. Kənd sakini 1964-cü il təvəllüdlü Əmrah həmin gün saat 09:30-da gəlini İradə ilə mübahisə edib. Bu zaman qaynata gəlininin sifət nahiyəsindən içi su dolu olan termosla 2 dəfə qəsdən vurub, sonra yumruqla da bir dəfə baş nahiyəsinə zərbə yetirib. Hadisəni törədən Əmrahın barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Əmrah ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərər çəkmiş İradə onun gəlinidir. Ailə qurduqdan sonra İradə yaşadığımız evə köçdü. Birlikdə yaşamağa başladıq. Oğlum hazırda Ağdam rayonunda adını bilmədiyim şirkətdə fəhlə işləyir. Əvvəllər gəlinim ilə aramızda mübahisə və davadalaş baş verməyib. Münasibətlərimiz normal olub. Lakin son zamanlar aramızda narazılıqla yaranmağa başladı. Buna səbəb gəlinim evdə açıq-saçıq geyməsi, telefonla çox vaxt keçirməsi və buna görə ona irad bildirməyim olub, deyə o ifadəsində göstərib. Əmrah qeyd edib ki, aprelin 25-də təxminən saat 09:30-da yaşadığı evin mətbəxinə fincan və termos götürmək üçün gedib. Bu zaman gəlinin mətbəxdə telefonla danışa-danışa ev işlərini görürdü. Mətbəxdəki masanın üzərindən fincanı və termosu götürərək qonaq otağına getdim. Daha sonra gəlinim dəhlizdə yerləşən su qızdırıcısını qoşmaq üçün çölə çıxdı. İradənin telefon qulağında danışa-danışa mətbəxdən evin eyvanına çıxan zaman eyvanda onunla qarşılaşdım. Ona, sən nə qədər telefonla danışırsan, ayıbdır, dedim. Həmin vaxt aramızda mübahisə baş verdi. Gəlinim ünvanıma nalayiq söz dedi. Bundan əsəbləşərək termosla onu 2 dəfə sifət nahiyəsindən, bir dəfə də yumruqla baş nahiyəsindən vurdum. Bundan sonra gəlinim qohumum Nəsibənin evinə getdi. Bu zaman arvadım evə gəldi. Ona gəlinimlə mübahisə etdiyimi, davadalaş baş verdiyini, termos ilə onun başından vurduğumu, ona xəsarət yetirdiyimi bildirdim, deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Bu cinayət işinə Ağdaş rayon məhkəməsində baxılıb, məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkən qaynatasına qarşı şikayətini geri götürüb. Bu halları nəzərə alan hakim təqsirlənən şəxsin barəsində olan cinayət təqibinə xitam verib, o cinayət məsuliyyətindən azad edilib. Bundan başqa Bərdə rayonunda orta məktəbdə gözətçi işləyən 62 yaşlı kişi həmkəndlisinə xəsarət yetirib. Hadisə bu ilin iyunun 10-da rayonun kəndində baş verib. 1963-cü il təvəllüdlü Tofiq Babayev kənd arası yolda qonşusu Vidadi Əsədova ilə mübahisə edib. Babayev aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı Əsədovun baş nahiyəsinə və sifət nahiyəsinə qəsdən bir neçə dəfə yumruqla vurub, hadisəni törədən Babayevin barəsində Cinayət Məcəlləsinin 128 qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Babayev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, Bərdə rayonunun kəndində yaşayır, rəsmi olaraq kənd orta məktəbində gözətçi işləyir. Barəmdə şikayət edən Vidadi mənim qonşuluğumda yaşayır, onunla aramızda əvvəllər heç bir ədavət və düşmənçilik olmayıb, deyə o ifadəsində göstərib. Məhkəmədə ifadə verən zərərçəkmiş şəxs təqsirlənən şəxs ilə barışdığı üçün ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirib. Bu işə Bərdə rayon məhkəməsində baxılıb, hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, onun zərərçəkmiş şəxs ilə barışması nəzərə alınıb və o, cinayət məsuliyyətindən azad edilib. Barəsində olan cinayət təqibinə xitam verilib.